Bizdə ərəb deyəndə cahil, vəhşi, qadın hüquqları ümumiyyətlə kobud şəkildə pozulan bir cəmiyyət nəzərdə tutulur. Düzdür? Elə bir təsəvvür var. Amma müqayisə aparanda görür ki, məsələn, o dövrün 7-ci əsrin, yəni arada bu qədər fərq var, fasilə var. 7-ci əsrin ərəbi bizdən daha məsələn açıq idi, daha müasir filandirsə liberal idi. Mən Qədirxum hədisi kitabını yazanda, deməli vəli sözünü araşdıranda orada bir çox maraqlı bir hədisə rast gəldim. Peyğəmbər məsciddə oturur, bir nəfər xanım gəlir Peyğəmbərə özünü təqdim edir. Deyir ki, ya Rasulullah, mən səndən evlənmək istəyirəm. Peyğəmbər razılıq vermir təbii ki, çünki buna razılıq versə çox qadın gəlib deyəcək ki, mən də evlənmək istəyirəm, mən də evlənmək istəyirəm. Hamıya razılıq vermək olmaz axı. Və gəlir Peyğəmbər razılıq verməyəndə bir nəfər, məsciddə əyləşən bu səhnəni müşahidə edən bir nəfər deyir ki, ya Rasulullah, əgər sən evlənmirsənsə, mən evlənim. Və Peyğəmbər orada onları evləndirir. Baxın, burada nədir məsələ? Bizim cəmiyyətdə tutan bir qadın gedib bir kişiyə deyə bilərmi ki, mənim səndən xoşum gəlir, məsələn, gəl, evlənək. Mümkün deyil. İkinci bir məsələ, tutalım, o xanım gəlib Peyğəmbərə özünü təqdim edir ki, mən səninlə evlənmək istəyirəm. Peyğəmbər razılıq verməyəndə orada əyləşən başqa biri deyir ki, onda sən evlənmirsənsə mənlə evləndir. Bu da bir başqa məsələdir. Bizim cəmiyyətdə kimsə belə eləyərmi? Qətiyyən eləməz. Ona görə belə müqayisə aparanda görürük ki, bizim cəmiyyət 21-ci əsrdə yaşayırıq, nə bilim, inteqrasiyadan danışırıq Avropadan, amma 7-ci əsrin ərəbi qədər bizdə liberallıq, açıq görüşlük yoxdur.